Seni salavatla yad. Ortasına koy, ikisinin ortasına. Biz bu günlerin Füzuli rayon ictimaiyyəti öz şəhidlərimizi Işıklı Kənd qəbristanlığında şəhidlərin və ata-baba qəbirlərinin yanında dəfn edirik. Bu günlərin tədbirimizdə bizim şəhid ailələrimiz, şəhid atalarımız, analarımız, övladları və o cümlədən Füzuli rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatı və o cümlədən Ağdam, Xocavənd, Füzuli şəhərləri üzrə nümayəndəlik, prezidentimizin nümayəndələri və o cümlədən Füzuli rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının sədri və o cümlədən siz əzizlərim, Füzuli ictimaiyyətin ki, burada görürəm, bu şəhidlərimiz 20 yaşlarında Zuharlı kənd istiqamətində gedən döyüşlərdə şəhid olublar. Hər ikisi Sadıqov Zaur İmamquloğlu 1973-cü ildə 11-i, ikisi 11-ci ay Füzuli rayon Işıklı kəndində anadan olub. Və həmsinin şəhidimiz Həziyev Ələddin Həzioğlu 1973-cü il Mart ayının 29-unda Füzuli rayon Işıklı kəndində anadan olub. Hər ikisi 1980-ci ildə bu kənddə orta məktəbə daxil olublar. Və hər ikisi 1980-ci ildə məktəbi bitiriblər. Və həmən vaxt düşmənlərimiz bizim müqəddəs torpaqlarımıza göz dikmişdilər. Və onlar da səfərbərlik xidməti tərəfindən ordu sıralarına daxil olaraq döyüşlərdə iştirak etmişdilər. Və 93-cü il iyul ayının 23-də bu günlərin biləsiniz ki, Abdurrahmanlı kəndində bir şəhidimizi və bugün 2 şəhid əzizimizi haqq evinə, son mənzilinə yola sallıq. Və onlar Zuharlı kənd istiqamətində gedən döyüşlərdə şəhid olublar. Və 30 ildən artıqdır, 33 ildir, artıq yaşasaydılar 53 yaşlarını qeyd edirdilər. Amma bu günlərim biz bunun xəbəri çıxanda rayon rəhbərliyimizin otağında və gözündən yaş gəldi ki 20 yaşında 3 balamızı biz torpağa tapşıracağıq. Allah rəhmət eləsin, Allah valideynlərinə səbir versin və bugünkü gündə də mənim də eşitdim ki, anası şəhidlər xiyabanında yanında Ələddin üçün, şəhidimiz üçün yer düzəltmişdi, qəbir düzəltmişdi. Və bu